Bakın xəstəxanada parvaldan çıxardılar. Koymur. Baba bu da koymur mən oraya girməyə. Bırakıyorlar oyuncağı. Oyuncakları koyuyorlar. Bakın bunlardır. Sağ verin size. Tek yakın. Sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən özəl tibb müəssisələrindən biri Vital Hospitalla bağlı tükürpədici və dəhşətli iddia yayılıb. Vəfat edən uşağın yaxınları xəstəxanada görünməmiş bir rəzalətlə qarşılaşdıqlarını bəyan ediblər. Ailənin iddiasına görə dünyasını dəyişmiş körpənin cəsədi morqa aparılmaq üçün qanuni qaydada yerləşdirilmək əvəzinə zibil paketinə qoyularaq xəstəxananın zirzəmisində saxlanılıb. Paylaşılan görüntülər qısa müddətdə cəmiyyətdə kəskin narahatlıq və hiddət doğurub. Görüntülərin ölkə gündəminə çevrilməsindən sonra dövlət qurumları dərhal hərəkətə keçib. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məsələnin ciddi şəkildə diqqətə saxladığını, araşdırmalara başlanıldığını və aidiyyatı hüquq mühafizə orqanlarının məlumatlandırıldığını açıqlayıb. Gözlənilməz iddialara Vital Hospitalın direktoru Afaq Məcidovadan da sərt reaksiya gəlib. Direktor yayılan görüntüləri qətiyyətlə təksib edərək bunu klinikaya qarşı yönəlmiş şantaj adlandırıb. Rəhbərlik məsələ ilə bağlı olaraq Daxili İşlər Nazirliyinə müraciət etdiklərini və cinayət axtarış şöbəsinin artıq icraata başladığını bildirib. Bir xəbər media olaraq həm polisin, həm də Nazirliyin aparacağı rəsmi təhqiqatın nəticələrini diqqətdə saxlayacağıq. Ne dediler onu elədim. Bir dənəsini əskik eləmədim. Hamısını elədim, hamısını. 9 ay mən burada zulüm çəkmişəm. Zulüm çəkdim, mən pul çəkməm. Mən pula yanmıram. Pula yanmıram mən. 9 ay ne dedi onu elədim. Ne dediler onu elədim, bir dənəsi əskik eləmədim. Bir dənəsi əskik eləmədim. Bir dənə iğne vurma qazanı çəkdir ha burada. Bir dənə dedim iğne vurun təzimi düşsün. Ne olardı? Bir tork yatırıp abdüm tabii ki burada. Çək mənlə. Çək. Klinika koydular tabii. Cevap verin ben, cevap. Cevap verin. Cevap verin bana. Niye öldürdünüz benim uşağımı, cevap verin. Bana cevap verin. Niye öldürdünüz benim uşağımı? Niye?